Elnarə Abdullayeva yeganə sənətçilərdən, yeganə sənətkarlardandır ki, ailə və şəxsi ilə birgə sənətini daşıya bildi. Yəni, bir seçim imkanımız oldu mu, yoxsa seçim etsəydiniz, necə olardı? Mənim heç bir seçimim yox idi. Seçimim bu idi. Ailə, sonra sənət. Ailə daha öncəliyiniz? Ailə, sonra sənət. Mən özbaşıma öz xoşuna deyiləm. Mənim qardaşlarım var. Mənim dağ kimi qardaşlarım var. Qardaş sözü pul deyil. Qardaş sözü başqa xidmət deyil. Mənim qardaşlarım var. Elnarə xanım, qadın nə etməlidir ki, ailəsi dağılmasın? Denən qadın nə etməməlidir? Aha, gəlin elə danışaq o zaman. Qadın ailəsinə sadiq olacaq. Qadın az, çoxa-çox dözəcək. Birdən-birə, Moskva deyir, birdən-birə qurulmayıb. Hamı deyir bunu. Hamı deyə bilər, amma onu qanmaq lazımdır, bilmək lazımdır. Bir dəfəlik şuurun altına yeritmək lazımdır ki, Moskva birdən-birə qurulmayıb. Birdən-birə milyonçu ola bilməzsiniz. Birdən-birə hər şey sizin ayağınızın altında sərilə bilməz. Əziyyət çəkin, zəhmət çəkin, əl-ələ verin, ailə ilə əl-ələ verin. Ailənin dilini tapın. Ailəni qoruyan da, saxlayan da, ailəni bütöv, böyük bir dövlət eləyən xanımdır. Kişi ailə saxlamır. Yaxşı, onda qadın nə etməlidir ki, kişi xəyanət etməsin? Xəyanət etməsin. Bəli. Qadın o qədər mehriban olacaq ki, qadın o qədər səmimi olacaq ki, kişi bir dəfə, 3 dəfə, 5 dəfə çölə gedib çölə getdi, o yolun azdı və evə girəndə qadından o qədər hörmətli üz görəcək ki və kişi evinə bağlanacaq. Mən dəfələrlə demişəm, gedən kişini heç kim saxlaya bilməz. Saxlayamayacaq. Heç kim saxlaya bilmir. Amma evdə söhbət lazımdır. Başa düşməyin. Mən Elxana dedim ki, Elxan, mən bir xanım kimi möhkəm xanımam, belə qolu belə əyilməyən xanımam, hər şeyə dözən, ondan. Mən heç kimi, hamını çox istəyirəm, amma heç kimi mən, yəni o, necə deyil, belə pit çıxmasın. Yəni, heç kimi saya salan adam deyiləm. Yəni, milyard olsun, milyonu olsun, mümkün deyil ki, amma hamını çox istəyirəm. Bir xanım kimi mən üçün heç kim önəmli deyil. Öz ailəm deyilsə. Vaxt dedim, gedərsən, gəzərsən, hər şey eləyərsən, onu bil, Elxan, sənin 2 dənə evladın var. Qaydacaq yerim var olacaqmı deyə? Qızıva mən tərbiyə verirəm. Mən elə başa düşürəm ki, mən deyən olacaq. Amma evə gələn gəlin, deyir, döymə taxta qapıları, döyəcəklər dəmir qapı. Evə gələn gəlin ən əxlaqsız xanım olacaq. Özü düzəltməsən. Həyat bumerangdır, nə atacaqsan o qaydacaq sənə. Bir dənə xahiş edirəm, özü həmişə düz apar. Mən səndən ötürü məətəl deyiləm. Sən olmasan mən yaşaya bilmərəm, anlamı yoxdur mənim fikrimdə. Niyə yaşamıram ki, yaşayacam? Sən olsan da yaşayacam, olmasan da yaşayacam. Mən dözümlü xanımam. Amma biz elə, valideyn elə hərəkət eləməlidir ki, evladın qabağından çıxmasın pis elə deyəməllər. Biz hər gün yaxşı əməl eləməliyik. Yaxşı iş görməliyik ki, evladımızın qarşısından yaxşı iş çıxsın. Qadın da, kişi də əgər öz ailəsində xidmətin lazımı qədər eləməzsə, əxlaqsızlıq eləyərsə, evladının qarşısından çıxacaq. Bunu mən deyirəm. Bəli. Valideyn yaxşı iş görməlidir. Mənim əzizlərim, mənim bacı qardaşlarım. Valideyn özü övladı kimi Valideyn yaxşı iş görməlidir, yaxşı işlər eləməlidir ki, evladının qarşısından yaxşı iş çıxsın, yaxşı əməl çıxsın, yaxşı insan çıxsın. And olsun Allahın izzət-i cəlalına. Yaxşı iş görməzsiz, evladınızın qarşısından yaxşı iş çıxmaz. Ona görə ehtiyatlı olmaq lazımdır. Bu həyat elə belə deyil. Bu həyatın yumruğu, şilləsi, təpiyi insana dəyəndə günlərlə, aylarla yox, illərlə insan düzəlmir. Özün yaxşı olacaqsan, həyatdan yaxşı şey gözləyəcəksən. Bax,
Özün pis olacaqsan, həyat sənə səndən də pis zərbələr, yumruqlar, şillələr vuracaq. Onu bil. Yaxşı da belə deyək. Biz Hasan, xanım Hasan öz yoldaşı ilə oturdu, söhbət elədi, hə? Qadın da danışmalı. Savaşmamalıdır. Savaşla iş getmir. Savaşla iş getmir. Düşmənlə savaşarlar. İnsan anlaşmaq istəyirsə, dil ünsiyyət vasitəsi nahaq demə bilər. Qarşısına keçib danışmalıdır. Danış, otur, danış, başa sal yoldaşı. Xanımları bunu məsləhət görürsünüz. Bəli, oturun, söhbət eləyin. Evladınız varsa, kişi də bilməlidir, qadın da bilməlidir. Bax, yaxşı kişi ola bilər, qadın yolunu aza bilər. Onda sən evladından yaxşı şey görməyəcəksən. Elhan xanım, gəl belə deyək onda. Kişilər hansı qadınlar, necə qadınları sevir? Qadın, yenə deyirəm, vicdanlı təqvalı olacaq. Yox, mənim ailəm bu günləri getdisə bu yolu, mən də bunun acığına bu birisi yolu gedəcəm. Qisas alım. Belə şey yoxdur, annəm, evladım, belə şey, belə həyat yoxdur. Hər kəsəni öz ayağından asacaqlar göydən. Mən Allaha nə cavab verəcəm? Deyəcəm, mən yoldaşım getdi gəzdim, mən ondan qabaq gəzdim. Bu qadına yaraşmır axı. Qadın öz ailəsindən başqası ilə salam mələki belə düzgündür. Nə gedib oturub, nə başqası ilə gəzmək nədir? Quran and olsun günahdır. Namus insanın özünə məxsusdur. Yox, mən yoldaşım gəzəcək yenə, bu bismillah, mən ondan qabaq cəhərə gəz, cəhənnəmə gəz. Ola bilməz ki, qadın özünü şərəfli saxlasın. Bəli. Hə? Necəyini? Bu nə anlamdır? Bu qadınlarda nə anlamdır? Getdi, gəzdi, mən də ondan qabaq gəzdim. Əlhəmdülillah. Sən özü hara qoydun, hara pardon qoydun? Deməli, sən ondan betərsənmiş. Hələ sənin gözlədiyin ailəm gəzsin, mən ondan qabaq qoltuğuma vurumsun, qız getdim gəzməyə. Hələ şey olur. Günahlar. Heç Allah varana qaydan gün olmasın. Bax, evladın var. Oturasın, bir saç ağ ölüb, bir saç yuqar ölüb, o evladını saxlayasın. Sənə nə lazım idi? Evlad. Bəli. Evladın var, ged uşağını saxla da. Sən başqa kişilərin cibində, başqa kişilərin vidində, fasonunda, başqa kişilərin mənliyində, evində, ocağında sənin nə qələtun azıb, bax, başa düşmürəm. Buyur. Elə şey olar. Getdi, gəzdi, mən də getdim, gəzdim. Belə ailə olar, belə müsəlmançılıq olar. Keçmiş və indiki qadınlar arasında ruhən, mənəvi cəhətdən, düşüncə baxımından bir fərq görürsünüz. Keçmiş xanımlar daha çox mənəvi, ruhən və ağılca güclü idilər.